sizlerle beraber Minecraft oynuyoruz. Bu günler Minecraft'ta TNT modunu deneyeceğiz. Buradaki çakmağımızı alaq. Bir dakika dostlar. Bunu ataq ve bunu koyaq. Dostlar, indiren imzamı tamamdır. İndi qəşəng bir alana getməliyik. Düzlük olsun da dostlar. Dostlar, haraya gedə bilərik, haraya yerləşə bilərik. Görəsən. Elə bil ki, burası qəşəng alandır. Dostlar, bir də ki, mənim burada ən maraq etdiyim bu var. Deyəsə ki, bu qara dəliklə əlaqəlidir. Ona görə bunu sona saxladım. Siz də qədər izləyərək beləliklə bu qara dəlik TNT-sinin də nə olduğunu görə bilərsiniz. Dostlar, indi birinci TNT-miz budur. İndi yox, belə eləmirdik gerçi. Mən bunları vereyim, baxaq, görək. Uzaqlaşaq. Nə oldu? Nasıl oldu? Öşün olmadı. Bu ne saçma sapan bir şeyim ki. Neyse. Dəqiqə hara gedirəm mən gerçi heç olmadı ki. O dostlar, elə bir ki bu da çox şeydi. İndi bir dəqiqə yadıma düşdü. Bunlardan yerlərini dəyişdirək. Deyəsən ki görünüşündən başa düşdüm. O qəşəng böyük bir TNT-dir, yaxşı TNT-dir. Bunda da heç nə olmadı. Ne saçma sapan şeyler, TNT'ler var imiş. Yine bir de ikisi de saçma sapan çıktı. Bir defa da disco eləyək. Oo, mahnı. Oo. Yeah. Gitti. Dostlar, patlatmasa da biraz saçma sapan olsa da qəşəng TNT-ydi. Bunu sevdim. Hətta bir dəfə də eləmək istəyirəm. Çox xoşuma gəldi bu. Başlayırıq. Hoppa. Neyse. Dostlar, buradan uzaqlaşıb dəqiqə. Getdi. Dəqiqə. Bu qəşəng bir şey. Bu deyəsən ki çok güçlü bir şey olacak. Ne oluyor? Bir dakika teziden eləmək istəyirəm. Bu neymiş belə? Ne oluyor? Gene bir saçma sapan bir TNT ile karşınızdayım. Neyse. Bu. TNT'yi hiç bilmiyorum. Piston TNT. Oğlum ne oluyor? Bir dakika yerler titreyir. Oo! Ne oluyor? Korkmaya başlıyorum. Yer titremez. Gitti bitti. Oo! O kadar da etkili olmasa da yaxşıydı. Bir daha baxaq dostlar. Qəşəng. Sözləri də çox qəribədir. Nəysə biz uçaq. Nəysə bu biraz dondurucudur. Ona görə məncə bundan əl çəkək bu TNT-dən. Şok TNT. Səhv elədim. O elektrikli bir şeydi. Elektriği. Dostlar çok qəşəng idi. Dostlar bu modu indirərək, yani bu şok TNT-sini, yani elektrik TNT-sini nədir? Bunu eləyərək belə base zad eləmək istəyirsinizsə böyük, belə düz alan eləmək istəyirsinizsə bununla beraber dostlar çok qəşəng
bir alan eləyə bilərsiniz özünüzü. Çox sevdim mən bunu. Düzləşdiriciydi. Bəs bu nətərdir? Bu nətərliymiş? Baxaq dostlar. Yaxşı. Dostlar, indi sonuncu TNT-mizə gəldik. Sonuncu deyil daha doğrusu. Bir də bunu da ataq belə. Dostlar, indi bir dəqiqə. Səhv bir şey tapdım dostlar burada. Burada envanterde gördüyünüz kimi ucu yoxdur, amma buraya gələndə ucu görsən. Həm də ki bir qatman burada aşağı göstərir. Burada amma bir qatman yuxarıda göstərir. Və içi də bomboş göstərir. Ana, qoyanda heyli görsənirmiş. Güzel. Ne olur? Havai fişek. Ağlıma çox qəşəng bir fikir gəldi. Bunu bir də burada qoyaq. Niyə mən çamıram? Dostlar. İndi dostlar sıradakı TNT-mizləri götürək də dostlar, amma bu da qəşəng partladırmış. Bunları belə qoyaq bura. İndi bunları ataq yavaşdan buralara. Artıq heç lazım deyil. İndi dostlar amma bu deyəsən ki qara təlik olan TNT çox marağıma gəlir. Neysə, birinci altdan başlayaq. İndi yox, elə promo nə qədər sıx o qədər götürüm də. Onda o da sizə sığmayacaq üçün yox, belə eləyək. Sonra dostlar, sonra bunu saxladım bilərək. Bir də ki bunları da bir üstə ataq. Pisiyəm. Bunların bir altında da bu olsun. İndi bu nədir belə? Bir də ki orada yağmacı qalası var. Siz də mənim mi düşündüyümü düşünürsünüz? Bəli dostlar, burayı partladacağıq. Oha. Bu nə qədər böyük TNT-dir. Tamam. Uzağa gedək. Desin ki böyük partlama olacaq. Heç nə olmadı ki. İndidən oldu. Amma indi qəşəng oldu, amma bu qədər böyük bir TNT-yə görə məncə bu qədər partlatma azdır. Belə buraları deyək. Heç olması buraya dayandıraq. Dostlar, məncə az. Bu belə böyük bir TNT-yə görə, amma belə dostlar, misal üçün belə çoxlu belə yan-yana bu TNT-dən qoysanız, məncə yəni çox böyük bir partlama ola bilər, amma telefonunuz çox donmasa, yəni köhnə telefon olmazsa, yaxşı telefon olsa, təbii ki bunu deneyim, bunu deneyim. Çünki əgər telefonunuz köhnə marka və ya belə şeylərə dayanamırsa, məncə endirməyin. Bunun adı nə idi? Nether TNT. Qəşəng. Trapet TNT. Hoppa. Bakire. Yandıraram. Əslində elə bildim ki, belə creeper görsəniz deyə həm çox böyük belə partlama olacaq, həm də ki, çoxlu creeperlar gələcək belə buraya. Sonra onun orada partlayacaq, böyük partlama yaşanacaq elə bildim, amma
Yox. Gerçi dostlar, atom bombası deyil ki bu. Neyse, bu da Lucky Block şeydi. Şans bloğu. Görürsən nətər partlayacaq və ya içindən nəsə çıxacaq mı? Nə oldu ki? Bir daha deneyeyim. Hiç ne olmadı. Bu nedir? Zaten bu bombalardan bizde var da zaten istediğimiz. O sıradaki TNT'yi bize gösterilmiş bu. Bizim indi bir dakika sıradaki işlədəcəyimiz TNT'ymiş ve bu TNT'nin adı Ultra TNT'dir. Yani çok güçlü bir TNT olacak deyəsən ki, bu çok büyük patlama yaşanacaq. Baxıram. Oo. Yaxşı dostlar, marağımdan eləyəcəm bəs belə. Buralara dörtlü bir şekilde böyle koysam. Bunu qıraq. Dostlar. İndi bunların hamısını teker partladıram. Wow. Dostlar, bir de şu bu partlayanda alov efektleri çok hoşuma geldi. Neyse. Lava TNT. Dostlar, bir şey deneyeceğim. Bak göre. O bizim sıradaki işlədəcəyimiz TNT'ye başa düşəcək. Şans bloğu TNT'si. Lucky Block. Neyse. Biraz kazanın içinde olması qəribədir də. Neyse. Oo. Qəşəng. Çok qəşəng. Bunu sevdim. Bu neymiş? Toksik TNT. Bu nerede? Creeper'ın hakiki. Ay Allah. Hem toksik şeyler verdi, hem zehir efekti verdi, hem de ki patladı. Hiç sevmedim ben bunu. Ben bunu hakikaten sevmedim. Hiç kesmir bile. Evet. Su TNT'si. Nerede adım? Polar. Hadi. Çok garip bir şey oldu. Neyse, belki bunun üstünde deneyende nasıl olur? Farklı bir şey olmuyor mu? Yok. Çok saçma sapan bir TNT'ydi. Hiç hoşuma gitti. Dostlar. Ve ahırı ki sonuncu marağıma gelen o TNT'yi tapdım. Bir dakika, adı neydi? Qəribə bir şeydi dostlar. Və qoyuram. Ya bir otluğun üstünde diyem mi, normal diyem. Deyəsən ki dostlar, qara dəlik olacaq. Çox marağıma gəlir. Görəsən nə olacaq? Ne olur hə? Hayır. Qara dəlik. Qara dəlik. Ana. Qara dəlik gəldi, gəlməsinə dostlar, amma qara dəlik gələn kimi getdi. Bir damcı blok qırıb getdi. Bəklədiyimdən çox pis TNT çıxdı. Hətta təzədən göstəririm. Yəni təzədən bir baxaq. Bəlkə səhvlik olubdu. Bəlkə səhvlə şey oldu. Yaxşı da. Bu dəfə yaxşı patladı amma. Yox dostlar. Bu çox pis idi. Bu pis idi dostlar. Bu pis idi. Heç hoşuma gəlmədi. Bəklədiyimdən də yaxşı olmadı.
Neyse dostlar, bugünlük videomuzun sonuna gəlir. Videomu beğendiysensə abone ol, like atmayı yaddan çıxartmayın. Abone ol, like atsanız çok sevinirim. Sağ olun.